Rusiya prezidenti Vladimir Putin mədəniyyət, elm və digər sahələrdə fərqlənən xadimlərə ən yüksək dövlət mükafatlarını təqdim edib. Rusiya mediasının verdiyi xəbərə görə Kremlin Yekaterina zalında baş tutan mərasimdə mükafatlandırılanlar arasında Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan da olub. Rusiya prezidenti onu 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edib. Rusiyada yaşayan milyarder iş adamı Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəfə alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diaspora daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir. Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və Amerika Birləşmiş Ştatlarında Azərbaycana qarşı yönəlmiş sərgilər, konferanslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyi ilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan Artsaq sivilizasiyasının beşiyi adlı sərgidə Qarabağ müstəqil dövlət kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin güya soyqırıma məruz qalması iddiası irəli sürülmüşdü. O, 2-ci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutunyanla Moskvada görüşü zamanı Qarabağı erməni torpağı adlandırmışdı. Ara Abramyan 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində hazırki baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini açıqlayıb. Abramyan Paşinyan hökumətini sərt tənqid edərək deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir. Ermənistanın borcunu artırır. Son 7 ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək ona inanan insanları bugün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib. Bu hadisələr fonunda Ermənistanın korrupsiya qarşı mübarizə məhkəməsi onun İrəvanın mərkəzində yerləşən torpaq sahəsini müsadirə edib. 2860 kvadrat metrlik torpaq sahəsi Abramyana məxsus Soglasiya Armeniya şirkətindən müsadirə edilərək İrəvan meriyasının mülkiyyətinə verilib. Belə mənfi reputasiya regionda sülhə qarşı olan birinin Rusiyanın birinci şəxsi tərəfindən ödülləndirilməsi ciddi suallar doğurur.